Pərpətöyün Azərbaycanın hər tərəfində yabanı olaraq bitir. Pərpətöyünün tərkibində minerallardan sink, mis, nikel, dəmir, kalsium, kalium, natrium, maqnezium və demək olar ki, vitaminlərin bir çoxu, əsasən C vitamini, A vitamini daha çoxdur. Olduqca faydalı bir bitkidir. Demək olar uşaqdan tutmuş qocalara qədər hamı üçün faydalıdır. Daimi istifadə edən insanlarda dəri parlaqlığı, gümrahlıq, mədə-bağırsaq normal çalışması, əsəb gərginliyi əleyhinə, zəiflik əleyhinə istifadə oluna bilən bir nemətdir. Həm də gözəl dadı vardır. Gözəl bir qida vasitəsidir. Tərkibində başqa bitkilərdə nadir rast gəlinən noradrenalin vardır ki, bunun hesabına yüksək təzyiqi aşağı salır. Əziz dinləyicilər, mən bu videoda sizlərə pərpətöyün insan orqanizminə olan faydalarından danışacağam və həmçinin bu videoda sizlərə pərpətöyün turşusunun hazırlanma qaydasını izah edəcəm. Odur ki, videoya axıra qədər baxmağı, videonu paylaşmağı və kanala abunə olub bildiriş butonunu aktiv etməyi unutmayın. Bilindiyi kimi pərpətöyün anemiya, yəni qan azlığında faydalıdır. Tərkibində bədən tərəfindən tez sorula biləcək dəmir vardır. Tərkibindəki saponinlər orqanizmə gümrahlaşdırıcı bir təsir göstərir. Qan təzyiqini aşağı salır və qanda şəkəri normallaşdırır. Tərkibindəki zəngin kalsium sümük boşluğunda, sümük əriməsində faydalıdır. Tərkibindəki kalium ürək əzələsini və saya əzələlərin işini normallaşdırır. Uzun zaman sidik qovucu dərman içənlərdə kalium bədəndən qovulur, amma pərpətöyün həm sidik qovucu kimi istifadə olunur, həm də itirilən kaliumun əvəzinə tərkibindəki kaliumu bədənimiz mənimsəyir. Tərkibində A vitamininə görə göz zəifliyindən əziyyət çəkənlər üçün faydalıdır. Prostat vəzi xəstəliklərində də faydalıdır. Beynin inkişafı üçün faydalıdır, əsasən uşaqlar üçün faydalıdır. Qaraciyər çatışmazlığı üçün olduqca faydalıdır. Tərkibindəki selikli maddələr yaxşı bir bəlğəm gətiricidir. Dərini parlaqlaşdırır, cavanlaşdırır. Zob xəstələri üçün faydalıdır. Əsəb sakitləşdirici təsiri vardır. Yuxunu dərinləşdirir. Xərçəngdən qorunmaq üçün faydalıdır. Tərkibində güclü antioksidantlar vardır. Qəbizlik əleyhinə təsiri vardır. Bununla da babasil üçün faydalıdır. Aterosklerozda çox faydalıdır. Arıqlamaq istəyənlər üçün çox faydalıdır. Belə ki, təzə pərpətöyün yığılır, qaynadılır və qatığa qarışdırılıb yeyilir. Tərkibində zəngin omega 3 vardır. Beyin inkişafı üçün faydalıdır. Cinsi istəyi artırır. Çünki tərkibində Y vitamini vardır. Pərpətöyünün bir neçə istifadə formaları vardır. Məsələn, ən faydalısı çiy olaraq salatlara qarışdırıb yeməkdir. Bir buğum qaynadıb, bir xörək qaşığı qaynadılmış pərpətöyünü bir stəkan qatığa qarışdırıb yemək də çox faydalıdır. Bu qarışıma bir diş sarımsaq əlavə olunanda çox ləzzətli olur. Pərpətöyün turşusunu qoyanda ehtiyatlı olmaq lazımdır. Çünki pərpətöyün turşusunda olduqca qorxulu olan botulizm törədiciləri inkişaf edə bilər. Əgər turşusunun qapağı şişibsə istifadə etməməlisiniz. Yaxşı olar turşunu qoyanda bankanın ağzı konserv kimi kip olaraq bağlanılmasın. Pərpətöyün turşusunun hazırlanma qaydası isə belədir. 1 kiloqram iri, ətli pərpətöyün zoğları yarpaqları ilə birlikdə axar su altında təmiz yuyulur. Hərəsində 10-12 ədəd olmaqla dəstə-dəstə bağlanır. Sıra ilə 2 litrlik şüşə bankaya yığılır. Hər sıranın arasına 1-2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı, quru şüyüd toxumları, kərəviz yarpaqları, 3-4 ədəd qara istiot dənəsi əlavə edilir. 3 xörək qaşığı iri xörək duzu, 4 fincan üzüm sirkəsi və 2 fincan suyun qarışığı üzərinə çıxana qədər əlavə edilir. Qapağı bağlanır, sərin yerdə saxlanır. Qatıqlı pərpətöyün salatı isə belə hazırlanır. Bir böyük dəstə təzə pərpətöyün, 2 fincan süzmə qatıq, 2 diş əzilmiş sarımsaq, quru nanə, duz, qırmızı biber və zeytun yağı. Hazırlanma qaydası isə belədir. Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur. Süzmə qatıqla əzilmiş sarımsaq bir qabda qarışdırılır, pərpətöyün isə əlavə olunur.
olunaraq qarışdırılır. Tam qarışandan sonra zövqə görə duz və nanə əlavə edilir. Hazır salat dayaz boşqaba çəkilir. Üzərinə bir qədər zeytun yağı gəzdirilib, qırmızı istos səpilərək süfrəyə verilir. Pərpətöyündən müalicəvi resept də hazırlaya bilərsiniz. Qaydası isə belədir. 2 xörək qaşığı təzə pərpətöyün üzərinə 1 stəkan su əlavə edilir. Zəif ocaqda 10 dəqiqə qaynadılır. Ocaqdan götürülür, yun dəsmala bükülərək saat yarım 2 saat dəmlənir və süzülür. Alınan dəmləmə arterit, kişilərdə cinsi fəaliyyətin zəifləməsi zamanı 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir. Baş dərisində kəpəklənmə və saç sökülməsi zamanı saçların diblərinə çəkilir. Pərpətöyünün xeyri olduğu kimi onun əks göstərişləri də vardır. Uşaqlığın tonusunu artırdığına görə hamilə qadınların istifadə etməsi məsləhət deyil. Odur ki, əziz dinləyicilər, pərpətöyündən lazımi miqdarında istifadə eləyin ki, öz sağlamlığınızı qorumuş olasınız.